Salamünaleyküm dəyərli dostlar. İnşallah bu günlər danışacağıq azot və birləşmələrindən. Öncəliklə gəlin 5A qrupunun elementlərinə baxaq. Dostlar, 5A qrupunun elementləri hansılar olacaq? Azotdur, fosfor, arsen, stibium və bismut elementləri bura daxildir. Son gördüyünüz, yəni stibium və bismut metaldır. Digərləri, yəni azotdur, fosfordur, arsendir, bunlar isə qeyri-metallardır. Bunlar 5A qrupunun elementləri olduğuna görə bunların xarici elektron təbəqəsində 5 elektron olacaq. Ona görə də ümumi formulları NS2, NP3 şəklində olacaq. Dəyərli dostlar, bunların hidrogenli biləşmələri RH3 tiplidir və əsasi xassəlidir. Yuxarıdan aşağı doğru getdikcə, yəni azotdan ta ki bismuta doğru getdikcə bunların davamlılığı azalır, reduksiya edici isə artır. Bunun özünə məxsus səbəbi var. Niyə davamlılıq azalır? Çünki baxın, hidrogen bir var azotla birləşsin, hansı ki azotun elektromənfiliyi daha yüksəkdir. Bir də var bismutla birləşsin. Bismutun elektromənfiliyi daha aşağıdır. Çünki o metaldır. Metalların elektromənfiliyi aşağı olur. Onda belə çıxır ki, hidrogen bir var elektromənfili yüksək olan azotla birləşdir. Bunda daha davamlı olur bunların birləşməsi. Bir də var ki, elektromənfili az olan bir elementlə birləşdir, onda daha qırılğan olur. Ona görə molekulun davamlılığı azalır termini işlədirik. Dahası, dostlar, bunların oksigenli turşular var. Hansı ki, bu oksigenli turşular yuxarıdan aşağıya doğru getsə, turşuluq xassəsi zəifləyir. Onsuz da biz bütün qruplarda da bunu demişdik. Məsələn, 7-ci qrupda da biz oksigenli turşularda demişdik ki, turşuluq xassəsi yuxarıdan aşağı doğru getsə azalır. Həmçinin bunu 6-cı qrupda da demişdik. 5-ci qrupda da belə bir şey deyəcəyik. Bir də diqqət edəcəksə burada, deməli, hamısı bax bu tipli deməli oksigenli turşu əmələ gətirəcək, amma azota diqqət edin, bu tipli oksigenli turşu əmələ gətirəcək. Təbii ki, fosforun da azota oxşar, yəni HPO3 tipli oksigenli turşusu var. Amma azotun, yəni H3NO4 tipli oksigenli turşusu yoxdur. Keçək növbəti məsələmizə. Ümumiyyətlə, azot sözü, indi azotun özündən danışacaq sadəcə. Azot sözü Rutherford tərəfindən kəşf olunub 1772-ci ildə. Azot sözünün mənası həyatsız deməkdir. Niyə buna həyatsız deyirlər? Həyatsız. Bu arada hökmət hərfini işlədirsiniz. Elektron sonluğu necədir? Dostlar, azot 7-ci qrup, 7-ci elementdir. Yəni, baxın, azot 7-ci element olduğuna görə bunun elektron sonluğu 1s2-nin nəzərə alması, yəni yalnız sonluğa baxsaq 2s2, 2p3 şəklində qurtarır. Yəni, burada 2d0 artıq yoxdur. Elə bir şey mümkün deyil. Ona görə dostlar, azot həyəcanlana bilmir. Aha, azot həyəcanlana bilmirsə, onda avtomatik olaraq azotun valenti 5 valentdə ola bilməyəcək. Dostlar, azot sadəcə 3 və 4 valentdə olur. Əsas 3 valentdə olmalıdır, amma azotun 4 valentdə olması onun bir balaca belə deyə öyrəndiyimiz qayda qanunlardan kənara çıxması ilə bağlı. Məsələn, donor akseptor falan belə mexanizmlərlə özünə dördüncü rabitədə əmələ gətirə bilir. Amma yəni 4 dənə tək elektron əmələ gətirsin və belə rabitə əmələ gətirsin, onu eləyə bilmir. Daha sonra oksijeşmə dərəcəsinə gəlincə, azotun oksijeşmə dərəcəsi imkanları bir balaca artırdır. Yəni -3-dən 0 və burada başlayır. Müsbət 1-dən ta ki müsbət 5-ə qədər bütün ədədləri oksijeşmə dərəcəsi olaraq göstərə bilir bu dostumuz. Amma diqqətli olmaq lazımdır ki, azot müsbət 5 oksijeşmə dərəcəsi göstərir, amma 5 valentli ola bilmir. Ümumiyyətlə, azot molekulu 2 atomlu molekuldur. Yəni, bax, belə bir şeydir. N2 molekuludur. Azotun normal halda 3 dənə tək elektronu var. Ya buna görə də bir azotumuz 3 dənə tək elektron, o bir azotumuz 3 dənə tək elektron göstərir. Nəticədə bunlar da rabitə əmələ gətirəndə 3 qat bir rabitə əmələ gəlir. Ona görə dostlar, azot molekulu bayağı bir davamlı molekuldur. Hələm-hələm hər kəsinə reaksiya girməz. Ona görə buna həyatsız deyirlər. Heç kəsinə dəyib dolaşmır, bir ömür, bir həyat yaşamır. Ona görə buna həyatsız deyirlər. Belə deyir, dırnaqarası kobud mənada. Təbii ki, biz bu molekula baxanda 3 qat rabitə görürük. 3 qat rabitənin də birisi sigma, qalan ikisi pi rabitə olur. Deməli, bu molekulda 1 sigma, 2 pi rabitə varmış. Keçək bu azotu biz hardan tapaq bu qara günə? Dəyərli dostlar, azot birincisi havada sərbəst halda azot var. Özəllə nə az, nə çox havanın 78% həcmcə. Bundan əlavə azot həm də eyni zamanda birləşmələr şəklində var. Azotun ən populyar birləşmələri bunun şoralarıdır. Dəyərli dostlar, düzdür, azot yəni insan və heyvanlar orqanizmindən və yaxud da bitkilərin tərkibində zülallar şəklində də var. Amma eyni zamanda minerallar şəklində də var. Bu minerallar şoralardır. Birincisinin adı dostlar Hindistan şorasıdır. Mən sadəcə Hindi yazıram, heç onu da yaza bilmədim. Gözləyim dəqiqə Hindistan şorası. Deməli, birincisi Hindistan şorasıdır dostlar. İkincisi Çili şorasıdır. Sonra sonuncusu da Norveç şorasıdır.
Norveç. Bu arada Norveçlilərdən üzürlər. Norveçin adını balaca hərflə yazdıq. Deməli, bunlar hamısı nəymiş? Şoralar imiş, şora. Deməli, Hind şorası idi, Hindistan şorasıdır, Çili şorasıdır və Norveç şorasıdır. Belə adlandıra bilərik. Dahası gəldik bunlar, biz bunu necə alacaq? Bir sənayedə alınma metodu, bir də laboratoriya alınma metodlarına baxacaq. Dəyərli dostlar, bunları sənayedə almaq istəyiriksə, birincisi istifadə edəcəyik maye havadan. Maye havanı qəşəng biz təmizləyirik tozdan və karbon qazından. Toz və karbon qazından havanı təmizləyəndən sonra bunu qəşəng belə sıxdıq, maye halına saldıq. Ondan sonra nə edəcəyik? Yavaş-yavaş bunu qızdıracaq. Qızdıracaq dediyim dırnaqarası mənada. Bunu təqribən -200 dərəcəyə qədər, belə ki, bir qabın içərisinə yığıblar maye havanı, -200 dərəcəyə qədər bunu soyudublar. Sonra yavaş-yavaş bunun isinməsinə göz yumurlar ki, davay, isinirsən isinə. İsinəndə dostlar, -196 dərəcə Selsi temperatura çatanda artıq buradan nə olacaq? Azot buxarlanıb gedəcək. Azot gedəcək. Bu arada oksigen də buradan ala bilirlər. Sadəcə -183 dərəcə temperaturda. Qısası biz maye havadan həm oksigen, həm azot ala bilirmişik. Hə, gələk bunların laboratoriyada alınması. Laboratoriyada alınması bu arada bu gördüyünüz reaksiya çox məşhur reaksiyadır. Qabağınıza hər zaman çıxacaq. Deməli, NH4NO2 parçalananda buradan alınacaq N2 üstə gələm H2O. Sonra dahası, əslində bu gördüyünüz reaksiya yuxarıdakı reaksiyaya uyğundur. Yəni mən bunu hissə-hissə yazacağam, amma siz bunu bir rəqəmlik başa düşün. Baxın, NH4 ilə kaliumun yerini dəyişək. O zaman nə olacaq? Kalium xlorid üstünə gələm NH4NO2 və bu maddədə yuxarıdakı qaydada parçalanacaq N2-yə və H2O-ya. Yəni qısası sizə reaksiyanı verəndə siz bu hissəni yazmadan birbaşa kalium xlor N2 və H2O yaza bilərsiniz ki, belə də yazmağınız tövsiyə olunur. Növbəti reaksiyamız şagirdlərin çox sevdiyi bir reaksiyadır. Vulkan reaksiyasıdır. Çox maraqlı bir reaksiyadır dəyərli dostlar. Bu zaman nə alınacaq? N2 alınacaq, alınacaq xrom 2O3 və alınacaq H2O. Dəyərli dostlar, H2O da buxar halında çıxacaq, N2 də buxar halında çıxacaq, xrom 2O3 də çox narin bir toz şəklində olur və bu yuxarıya qalxan qazlar da onu özlərinə tutub yuxarıya qaldırırlar bir xeyli. Sanki vulkanın püskürməsini xatırladır. Reaksiya bir sanki sönür, birazdan təzələnə belə püskürür. Belə qəşəng bir reaksiyası var. Bunu YouTube-dan baxa bilərsiniz. Çox əla bir reaksiyası var. Bu arada mənim kanalımda da olmalıdır o reaksiya. Dahası, kubrum oksidlə amoniakın reaksiyası. Bu reaksiyadan həmçinin biz azot ala bilərik. Ümumiyyətlə, təkcə kubrum oksid olmaya bilər. Başqa metal oksidlərindən də, məsələn, ferum oksid də ola bilərdi burada. Dəmirin oksidi daha doğrusu ola bilərdi. Belə bir şey. Buradan da alınacaq azot alınacaq. Buradan alınacaq metalın özü, yəni bizim misalımızda mis metalı alınacaq. Və bir də nə alınacaq dəyərli dostlar? Bir də buradan alınacaq su. Bir dəqiqə mən bunu qeyd edeyim. Deməli, alındı azot, alındı metal və alındı su. Bu şəkildə reaksiyamız getdi. Bu arada bir şey deyim. Yuxarıdakı bu reaksiya ki var idi, biz buna vulkan reaksiyası demişdik. Bu eksotermik reaksiyadır. Bu arada bu da istisna reaksiyadır. Biz normalda demişdik ki, əgər parçalanma reaksiyasısa bu endotermik reaksiya olurdu. Birləşmə reaksiyası da eksotermik reaksiya olurdu. Amma burada gördüyünüz kimi əksinədir. Bir azotun oksidin əmələ gəlməsi və parçalanma məsələlərində o əksinə idi. Bir də baxın bu reaksiyada da əksinədir. Yəni bir neçə dənə istisna reaksiya daha var. Sadəcə orta məktəbdə bunlara toxunubdur. Keçək növbəti məsələmizə, azotun fiziki özəlliklərinə. Azotun fiziki xassəsindən baxanda rəngsiz, iysiz, dadsız, suda da cüzi həll olur. Bunu uşaqlar ümumiyyətlə əzbərləməyə dəyməz. Siz öz praktikanızdan, həyat təcrübənizdən də bunu görə bilərsiniz. Məsələn, havada siz xüsusi bir dad duymursunuz ki, təbii ki, indi havaya başqa qazlar qarışmırsa da indi yanında biri ocaq qalıb tüstü biri kabab çəkir, oradan dad gəlir, onu demirəm amma. Tərtəmiz gül kimi havanın normalda onun içərisində azot var. Xüsusi bir dad duymuruq ki, o havada. Xüsusi bir rəng yoxdur ki, sonra suda həll olma qabiliyyəti də, yəni söhbət azotdan gedir. Əgər havanın azotu suda həll ola bilsəydi, okeanlarda həll olub gedərdi, havada azot qalmazdı. Qısası, havadakı azot rəngsiz, iysiz, dadsız qazdır və suda da cüzi həll olur. Dostlar, bərk halda molekulyar kristal qaz əməliyyatı ümumiyyətlə yadınızda qalsın. Bütün mayelər və qazlar amorf maddələrdir, amma onlar bərk hala keçəndə, yəni maye çevrilir, bərk qaz çevrilir, bərk olursa, o zaman molekulyar kristal qaz əməliyyatı gətirir, deyə bilərik, tam hüququmuz var buna. Keçək bunların kimyəvi xassələrinə. Dəyərli dostlar, ümumiyyətlə azot çox pasiv bir elementdir, həyatsızdır bir şeyin adı təsəvvür edin. Və azot niyə belə həyatsızdır, niyə belə pasiv elementdir? Çünki
3 qat rabitə var. Bayaqlar demişdik, baxın belə 3 qat azot rabitəsi var idi. Belə möhkəm-möhkəm atomlar bir-birinə bağlamışlar. Amma buna rəğmən azot da bəzi reaksiyalara daxil olur. Dostlar, azot metallardan ancaq litiumla adi şəraitdə reaksiya edir. Başqa, uşaqlar, bu arada deyim, aktiv metal olsa belə başqalarından adi şəraitdə reaksiya edir. Ancaq litiumla. Litiumla reaksiya edir. Litium 3N adlı bir birləşmə əməliyyatı edir. Litium nitriddir. Və yaxud maqneziumdan artıq digər metalların qızdırandı reaksiyaya daxil olur. Məsələn, burada maqnezium 3N2 və yaxud da buradan alüminium N əmələ gətirə bilər. Bu arada niyə litium 3N oldu? Çünki litium 1 valentli də azotda metalların birləşəndə 3 valentli birləşmə verirdi. Ona görə də litium 3N. Sonra maqneziumla birləşəndə də maqnezium sabit 2 valentli də azotda 3 valentli olduğuna görə metalların birləşəndə 3 valentlidir deyə bu şəkildə oldu. Sonra azotla alüminium birləşəndə də azotda 3 valentli, alümində 3 valentli ixtisar edirlər. Ayaqlara heç nə düşmür. Bu şəkildə olur. Bu arada bir şey deyim. Dəyərli dostlar, almış bu nitridlər suyun təsirindən də hidroliz eləyir. Yəni parçalana bilirlər. Mən bunu bu şəkildə yox, biraz fərqli yazacağım. Sizin üçün baxın, kalsium 3N2 üzərinə gəlirəm HOH deyəcəm. Təbii ki, kalsium OH ilə birləşərsə alınacaq kalsium OH 2 dəfə. Nə qalacaq yerdə dostlar? N ilə də H birləşəcək. Yəni azotla da hidrogen birləşincə alınacaq amonyak. Gördüyünüz bu manyak alındı. Keçən növbəti reaksiyalara dəyərli dostlar, bunların qeyri-metallarına, azotun qeyri-metallarına reaksiyasına baxacağıq. Dəyərli dostlar, azot qeyri-metallarına birinci yadınızda qalsın, azot halogenlərlə reaksiya girmir. Xatırlayırsınız, halogenləri keçəndə belə bir qayda demişdik. Deməli, baxın, demişdik flor, xlor, brom və yod və belə bir şey demişdik. On, John və Jones demişdik. Yəni, flor oksigen və azotla, xlor və bromsa karbon oksigen azotla, yod, karbon oksigen azot və kükürdlə reaksiya daxil olunur. Fikir verin, burada bu populyar azot özünü göstərir. Yəni, azot heç bir halogenin reaksiya daxil olmayacaq. Hə, azot hidrogenlə, nə bilim, temperatur, katalizator, minnət, o qədər üz vururlar ki, ondan sonra reaksiya daxil olur və əmələ gətirir manyak. Amma bu manyak da əmələ gələn manyak temperatura, yəni amonyak. Temperatura dözə bilməyəcək, bu baskıya dözə bilməyəcək, təzədən ürəyi partlayacaq, parçalanacaq yeriyə. Yəni azota və hidrojeni parçalanacaq. Amma uşaqlar, biz bunu bacardığı qədər sistemdən çıxarmalıyıq ki, aldığımız amonyak parçalanmasın, heyif olmasın. Dahası, karbonla azotun reaksiyasından maraqlı bir birləşmə alınır. CN2 dəfə. Belə bir şey alınır. Buna deyirlər disian. Dostlar, bu disian niyə bu şəkildə yazılıb? Ay müəllim, bu nə deməkdir? Mən bunun quruluşunu sizin üçün yazıram uşaqlar. Quruluşu bu şəkildə dostlar. Deməli, karbon aralarında bir qat rabitə, sonra 3 qat rabitələri var. Azotlar da bura birləşiblər. Baxın, formulu budur. Ona görə biz deyəcəyik ki, buradan disian alınır. Sonra borla azotun reaksiyasına alınır bor-N. Bu arada bu çox möhtəşəm bir maddədir. Deməli, bor nitrid çox yüksək bir ərimə temperaturuna malikdir. Və bunun xüsusi bir versiyası var. Kubik bor nitrid deyirlər. Deməli, bu maddə təqribən deyirlər ki, 3000 dərəcə Celsius temperatura qədər dözə bilir. Və ümumiyyətlə çox möhkəmdir. Və yalan doğru biraz da bunun belə möhkəmliyini tərifləyirlər. Deyirlər, hətta almasa bərabər bir möhkəmliyi var bunun. Almasa yaxın bir möhkəmliyi var bunun. Bu bizə harda üstünlük verir? Dəyərli dostlar, bundan istifadə edirlər. Bu arada dəmirdən də yüngüldür. Poladdan, dəmirdən də yüngüldür. Bu bizə nə üstünlük verir? Bundan istifadə edib tanklar, tank örtükləri falanları hazırlamaq olar ki, hansı ki, bunlar daha davamlı olsun ona atılmış mərmilərə falanlara. Və yaxud da zireh dələn mərmilər hazırlanır bu bor nitriddən. Ona görə də çox belə faydalı bir maddəymiş. Dahası, azotla oksigen reaksiyası. Dostlar, bu reaksiya NO alınır və bu da istisna reaksiyalardan biridir. Azotla oksigen havada kifayət qədər olmasına baxmayaraq, bunlar bir-birinə reaksiya daxil olmayacaqlar. Bəs nə vaxt reaksiya daxil olacaqlar? 2000 dərəcə Celsius temperatur verərkən bunlar bir-birinə reaksiya daxil olacaqlar. Və dostlar, yaxşı ki, belədir. Yoxsa havada olan oksigen, onsuz azot çoxdur. Havada olan oksigen bütün azotla reaksiya daxil olardı. Daha sonra azotun bir qisminə reaksiya daxil olardı. Havada oksigen qalmazdı. Biz də boğulub, gəbərib gedərdik. Dəyərli dostlar, alınan bu NO maddəsi ki var, bununla bu zaman buradan istilik nə olacaq uşaqlar? Udulacaq. Baxın, istisna reaksiyadır. Normalda birləşmə reaksiyaları eksotermik olmalıydı, amma bu ise endotermikdir. Daha sonra gəlin görək bu azot nəyimizə lazımdır axı? Azot istifadə olunacaq amonyak istehsalında. İnşallah görəcəyik amonyak da gələcəyinə bizə lazım olacaq. Sonra maye azot soyucu sistemlərdə bizə lazım olacaq.
Dəyərli dostlar, bu nə deməkdir? Yəqin YouTube videolarında falanlarda da bəlkə qarşınıza çıxıb. Məsələn üçün hər hansısa bir qarpızı zadı maye azotun içərisinə salırlar. Bu arada əlimizlə sala bilmərik onu. Həddən ziyada aşağı temperaturdadır. Çünki elə qəşəng anında bərkir ki, ondan sonra onu atırlar, əməli başlı sınır. Yəni qarpız bildiyimiz sınır ha. Və yaxud da topu zadı salırlar, maye azotun içərisinə atırlar. Top sınır, belə sınır, dağılır. Elə bir ki, yumurtadır falandır, sınıb dağılır. Daha sonra dəyərli dostlar, deməli, dahası dəyərli dostlar, deməli, azot bir də təsissiz mühitin yaratmaq üçün istifadə olunacaq. Deməli, azot həm soyucu sistemlərdə, nə bilim, müxtəlif dediyimiz kimi gör nə tez soyudur ki, bunu soyucu sistemlərdə də istifadə eləmək olar. Sonra dahası təsissiz mühit yaratmaq üçün, bəzi reaksiyalar üçün təsissiz mühit yaratmaq üçün bunların istifadə eləmək olar. Yəni nə demək istəyirəm dəyərli dostlar? Azot hələm-hələm reaksiyaya daxil olmur. Bəzi belə deyək də, bizə lazımdır ki, məsələn, mən məsələm üçün deyirəm ha bunu dostlar. Deyək ki, bir məhsulumuz var, o məhsul adi şəraitdə qalacaqsa, bakteriyalar burada fəaliyyət göstərə bilərlər, bu məhsul çürüyə bilər. Amma onun üçün biz mühit olaraq, azotlu mühitdə onu hər hansısa bir yerə daşısaq falan filan edəcək, bu inert mühitdir artıq. Bakteriyalar burada fəaliyyət göstərə bilməyib, yəni onların bir çox bakteriyaların fəaliyyəti üçün oksigen lazımdır. Fəaliyyət göstərə bilməyib, məhsul xarab edə bilməyəcəklər. Qısası, yəni bu şəkildə də biz nə edə bilərik? Azotdan istifadə edə bilərmişik. Gələk azotun ilk birləşməsinə, yəni amonyak birləşməsi. Birincisi bu polyar molekuludur. Dəyərli dostlar, niyə bu polyar molekuludur? Çünki deməli, mərkəzi atom, yəni azot, normalda xarici elektron təbəqəsində 5 dənə elektron var. Amma bu 5-in yalnız 3-ündən istifadə edir. Amonyakın əmələ gəlməsi üçün. Qalan 2 dənə molekul qalır. Biz də belə bir qayda eləmişdik. Əgər mərkəzi atom rabitə əmələ gəlmədə xarici elektron təbəqəsinin bütün elektronlarından istifadə edirsə, molekul qeyri-polyar olur. Amma hamısından istifadə eləmirsə, molekul polyar olur. Bu molekul da polyar molekuldur. Dahası, dostlar, bu hibirləşmə mövzusunu keçəndə biz demişdik ki, burada azot, deməli, sp3 hibirləşmə vəziyyətindədir. sp3 hibirləşmədə molekulu tetraedrik bir quruluşda olmasını təmin edir. Zaten burada da verilibdir. Valent bucağı 107.3 dərəcədir. Bunun özünə səbəbi var. Əslində, düzgün tetraedr olsaydı, burada molekul 109 dərəcə 28 dəqiqə valent bucağı əmələ gətirəcəkdi. Amma indi belə olmur. Bunun səbəbi var. Çünki azotun xarici elektron təbəqəsində, baxın, gəlin bunu yazaq, NS2, NP3 şəklindədir və S-ə görə bir orbital içində 2 elektron var, P-yə görə də 3 dənə orbital var, əzizlərim, burada 3 dənə tək elektron var. Belə çıxır ki, burada bir dənə S orbitalı var, hansı ki cüt elektronludur, 3 dənə də P orbitalı var. Baxın, bu P orbitalların hərəsi də tək elektronludur və burada bu 4 orbitalın 4-ü də hibirləşmədə istifadə olunacaq. Yəni, bir dənə S, 3 dənə P, qısası sp3 hibirləşmə baş verəcək. Yəni, 4 dənə belə bir hibrid orbital əmələ gələcək. Dəyərli dostlar, bu hibrid orbitalların, baxın, orbitallardan biri 2 elektronlu idi. Ona görə də bu hibrid orbitalların biri 2 elektronlu olacaq. Qalanları tək elektronludur. Ona görə də qalan hibrid orbitallar, baxın, tək elektronlu olacaq. İndi biz bu azotun deyək ki, nüvəsi, onun ətrafında hərəkət edən hibrid orbitallardan biri bu şəkildədir, hansı ki, cüt elektronludur. Bu rabitə əmələ gətirə bilməz, çünki cüt elektronludur. Digər hibrid orbitallarsa, baxın, tək elektronlu, tək elektronlu, tək elektronlu. Bax, belə bir şəkildə olacaq. Yəni, bu 3 dənə hibrid orbital, mən yuxarıda göstərdiyim normal halda rabitə əmələ gətirə bilmir. Təbii ki, indi don reseptor mexanizmini qoyuram kənara. Bu azotun yerdə qalan 3 dənə orbitalı ki var, 3 dənə hidrogenlə rabitə əmələ gətirə biləcəklər və bu yuxarıdakı gözünə döndüyüm cüt elektronlu orbital baxır ki, ay qardaş, məndən başqa hamısı gedib hidrogenlə rabitə əmələ gətirdi. Paxıllığından bunları qəşək-qəşək sıxır, qoymur ki, bunlar 109 dərəcə 28 dəqiqə səliqəli bir dənə bir tetraedr əmələ gətirsinlər. Bərbad günündə bir tetraedr əmələ gətirir və valent bucağı nəticə etibarilə 107.3 dərəcə olmuş olur. Dəyərli dostlar, bunu almaq üçün nə edəcəyik? Bunu almaq üçün biz istifadə edəcəyik bu gözəl mübarək reaksiyadan. Sənaydə bu reaksiyadan alınır amonyak. Bayaq qeyd eləmişdim, bir daha deyim. Əmələ gələn bu amonyak dözə bilmir bu temperatura, bu təzyiqə, bu basılara təzələnən geri qayıdır. Hə, mən də bir sahibkar olaraq, əgər amonyak istehsal edirəmsə, əmələ gələn amonyak da təzələnən geri qayıdıb parçalanırsa, bu mənim üçün fəlakətdir. Nə etməliyəm? Əmələ gələn amonyakı dərhal sistemdən çıxarmalıyam. Bu nəyə bənzəyir? Siz çörək bişirirsiniz.
çörəkləri bişirdiniz, çörək temperaturu, xəmir bu temperatura dözdü, çörəyə çevrildi. Amma siz çörəyi orada saxladınız, çörək yanacaq. Tez siz çörəyi o sobadan çıxarırsınız ki, qalıb yanmasın, israf olunmasın. Bu amonyak istehsalı da buna bənzəyir. Əmələ gələn amonyak yanıb parçalanıb, ürəyi partlayıb, təzələnən azota və hidrogenə çevrilməsin deyə əmələ gələn amonyakı sistemdən çıxarırlar. Amma nə qədər eləyirlər eləsinlər, amma yenə də bir miqdarı geriyə doğru gedə bilir. Ona görə də nə edirlər? Baxın, elə ki, istehsal elədilər, amonyak əmələ gəldi. Amonyakı sistemdən çıxartdılar. Amma bir hissəsi təzədən parçalanıb canı sağ olsun. Təzədən bir də onlar reaksiya salırlar. O vaxta qədər ki, amonyak miqdarı, çıxımı yüksək səviyyədə olsun. Nə qədər ki, hidrogen və azot sistemdə var, təzədən onlar reaksiya salacaqlar, ürəklərini partladıb onların amonyaka çevirəcəklər. Daha sonra bunu laboratoriyada necə alacaq? Laboratoriyada ammonium duzlarına biz qələvlərlə təsir edəcəyik. Yəni bunun təsir mexanizmi də belədir. Ammoniumdan kalsiumun yerini dəyişir, yəni metalın yerini dəyişir. Buradan nə alınacaq? Kalsium xlorid və əmələ gələcək ammonium hidroksid. Gözümün işıqları, bu gördüyünüz maddə davamsız bir maddədir. Dərhal paramparça olacaq amonyaka və suya çevriləcək. Qısası biz buradan amonyak almış olduğumu olduq. Təbrik edirəm. Keçək növbəti məsələmizə. Dəyərli dostlar, amonyakın fiziki özəlliklərinə. Amonyakın birincisi xarakterik bərbad bir qoxusu var bunun, amma rəngi yoxdur və qaz halındadır. Dahası bu suda əla həll olan maddədir və bunun suda məhlulu amonyaklı su və yaxud da naşatır spirti adlanır. Bu arada bir şey deyim. Bayılmış insanlar var. Onları ayıltmaq üçün, özündən getmiş insana ayıltmaq üçün naşatır spirtini pambığa vurub və yaxud da dəsmala vurub insana iylədirlər. Bəbat bir dənə insan belə beynini qıcıqlandırır. Adam bayılmağına peşman olur. Təsəvvür edin. Elə bərbad bir qoxudur ki, insan ayılır ki, yox, zəhərə qalsın belə bayılmaq. Daha sonra keçirik amonyakın kimyəvi özəlliklərinə. Dəyərli dostlar, kimyəvi özəlliklərində biz bir neçə tip reaksiyaya baxacağıq. Birincisi, o tip reaksiyalara baxacağıq ki, o tip reaksiyalarda amonyak amoniuma çevrilir. Yadınızda qalsın, bu tipli reaksiyalar donor akseptor rabitəsinin yaranması ilə baş verəcək. Baxın, NH3-dən NH4-ə çevrildi deyə. Daha sonra bu reaksiyalar oksijen redoks reaksiyası deyil. Çünki bu reaksiyalarda azotun oksijen reaksiyası dəyişməyəcək. Düzdür, valenti 3 valentlikdən 4 valentliyə keçid edəcək. Amma oksijen reaksiyası dəyişməyəcək. Çünki həm amonyakda, həm də amonium ionunda azotun oksijen reaksiyası -3-dür ona görə. Daha sonra burada bayaqlar qeyd etmişdik, NH4 OH demişdik, zəif qələvidir. Düzdür, qələvidir, amma zəif qələvidir. Keçək, dəyərli dostlar, amonyakın deməli turşuların reaksiyasından alınacaq amonium duzları və bunlar birbaşa birləşmə reaksiyalarıdır. Dostlar, deməli, baxın, NH3 ilə H florun reaksiyasından hidrogeni NH3-ün yanına gətirin, NH4 flor bitdi. Bu qədər bəsitdir məsələ. Burada nəyə diqqət etmək lazımdır? Baxın, NH3 ilə H2SO4 reaksiyasında. Əgər birin birə nisbətindədirsə, bir dənə hidrogen gəlib NH3 ilə birləşib NH4-ə çevriləcək, qalan qalıqda qalacaq yerində. İndi əksinə 2 dənə amonyak götürsəydik, baxın, NH3 üstünə gəlirəm H2SO4. Belə olsaydı, onda vəziyyətimiz necə olacaqdı? Deməli, o zaman 2 dənə hidrogen, ikisi gələcəkdə amonyakın yanına və amoniuma çevriləcəkdir. Yəni 2 mol NH4 2 dəfə SO4 kimi bir birləşmə əmələ gələcəkdir. Dahası, amonyak, deməli, karbon qazı ilə reaksiya daxil olacaq və karbamid, yəni sidik cövhəri əmələ gətirəcək. Bu, dostlar, insan orqanizmində də baş verən bir reaksiyadır. Bədənimizdə vaxtaşırı olaraq karbon qazı əmələ gəlir və zülallı qidalar ki, yeyirik. Təbii ki, yediyimiz qidaların içərisində aşağı-yuxarı miqdarda az çox olsa belə zülal hökmən var. Çörəyin içərisində də var, bitki toxumlarının içərisində var, yediyimiz ətlərin içərisində var, hökmən var. Zülallar da parçalananda qismən belə deyək, bir kimyəvi təsirlərə məruz qalacaqlar. Böyük bir mürəkkəb çevrilərə məruz qalacaq. Qısası ən sonunda amonyakın əmələ gəlmə şansı var orada və əmələ gələn amonyak da karbon qazı ilə reaksiya daxil olaraq sidik cövhərinə çevriləcək və yaxud da karbamidə çevriləcək. Bu arada bu gübrədir, gələcəyini inşallah ki, bu barədə danışacağıq. Dostlar, bunun ikinci kimyəvi reaksiyası. Yəni birinci kimyəvi reaksiyası NH3-dən NH4-ə çevrilmə reaksiyaları idi. Hansı ki demişdik, oksijen redoks reaksiyası deyil. Bir də dostlar, indi oksijen redoks reaksiyasından danışacağıq. Bunlar hansılar olacaq? Dostlar, birincisi amonyakın yanma reaksiyaları. Bu arada amonyak havada yanmır. Ancaq təmiz gül kimi oksijende yanır və katalitik oksijləşə bilir. Əgər amonyak yanacaqsa, yəni bir daha vurğulayıram uşaqlar, havada yanmır.
deməli, saf oksigendə yanacaqsa əmələ gələcək N2 və H2O. Yox, əgər katalitik oksidləşəcəksə əmələ gələcək NO və H2O. Belə bir şey. Daha sonra dostlar, bunların əmsallarını da belə bu şəkildə bəzən belə yadda saxlayıb falan filan da eləyirlər. Yəni əmsallarını da yadda saxlaya bilərsiniz. Amma belə də əslində öyrənə bilərsiniz. Yəni özünüz məntiqlə də əmsallaşdıra bilərsiniz. Və yaxud da əmsallaşdırıb bir dəfə əmsallaşdırıb sonra yadda da saxlaya bilərsiniz. Şəxsiniz bilir. Deməli dostlar, belə bir şey olacaq. Amonyak metal oksidləri ilə reaksiya daxil olanda metal, azot və su alınacaq. Bax, məsələn, bu reaksiyaya fikir verin. Metal, yəni mis, sonra azot və su. Həmçində bura diqqət edin. Dəmir, yəni metal, azot və su. Yəni bu, biz bunu bayaqlar azotun laboratoriyada alınma reaksiyalarında da demişdik onsuz da. Keçək növbəti məsələmizə. Dostlar, amonyak harda tətbiq olunacaq? Niyə lazımdır? Amonyak tətbiq olunacaq nitrat turşusu istehsalında, gübrə istehsalında, naşatır spliti və partlayıcı istehsalında. Ümumiyyətlə, azotun bütün birləşmələri demək olar ki, aşağı-yuxarı gübrə və partlayıcı istehsalında istifadə olunacaq. Həmçinin amonyakdır. Sonra soyucu sistemlərdə istifadə olunacaq və qaynaq işlərində istifadə olunacaq. Az sonra biz bir reaksiya göstərəcəksə, nə deməkdir bu qaynaq işləri, onu orada sizə deyəcəm. Dahası, deməli, bu amonyakın təyini məsələsi. Nəm lakmus kağızı göyərəcək və kəskin iyi var. Deməli, dostlar, qaçır deməli, haşlorla ağ tüstü əmələ gətirəcək. Bunlar nə deməkdir? Belə təsəvvür edək, dostlar. Məsələn üçün, bir reaksiya göstərim sizə. Deyək ki, bizə belə bir maddə verilibdir. NH4 xlor üstünə gəlirəm natrium OH. Dostlar, bu reaksiyadan nə alınacaq? Alınacaq natrium xlor üstünə gəlirəm NH4 OH2. Bu maddədə deməli, demişdik ki, qala bilmirdi, parçalanırdı amonyaka və parçalanırdı suya. Dostlar, əgər mən bu reaksiya gedən qabın ağzına, məsələn, bu reaksiya belə bir qabda gedir. Bu qabın üstünə nəm lakmus kağızı tutsam, nə baş verəcək? Nəm halda lakmus kağızı. Bu amonyak buradan buxarlanır axı. Gəlib nəm lakmus kağızına toxunanda, orada nəm lakmus kağızının içərisindəki su ilə birləşərək təzədən müvəqqət də olsa NH4OH əmələ gətirəcək. Və bu da qələvidir. Qələvi də lakmus kağızını göyərdər. Ona görə biz demişik, baxın, nəm lakmus kağızını göyərdir. Bu onun təyini söhbətlərindən biridir. Sonra dahası, kəskin qoxusu, təbii ki, amonyakın bayaqlar kəskin qoxusu var idi. Ona əsasən bilirik ki, burada amonyak əmələ gəldi artıq. Bir də nə demişik? Demişik ki, H-xlordan ağ tüstü əmələ gətirir. Dəyərli dostlarım, baxın, ağ tüstü nədir? Bu gördüyünüz maddə ağ tüstüdür. Yəni, amonyak, üstünə gələn H-xlor, əmələ gələcək buradan NH4 xlor. Təbii ki, bu müvəqqəti ağ tüstüdür. Sonradan bir tüstü yata bilir. Keçək bunun ammonium duzları məsələsinə. Əziz dostlar, amonyak yox, ammonium duzlarından danışacaqsa. Yəni, baxın, NH4 və TG, yəni turşu qalığı olan duzlardan danışacaq. Birincisi, ammoniumun bütün duzları suda əla həll olan maddələrdir. Bir kərə bunu bilməyimiz lazımdır. Sonra dahası, hamısı qüvvətli elektrolitlərdir və ionlarına da qəşəng dissosiasiya eləyəcəklər, özdə axıra qədər dissosiasiya eləyəcəklər. Sonra keçək növbəti məsələmizə. Dəyərli dostlar, bunların reaksiyalarına gəlincə, ammonium duzları qələvlər və yaxud da turşularla kəskin iyili amonyak qazı əmələ gətirir. Müəllim, bu nə deməkdir? Bu da indi onu xırdalayım sizin üçün. Dəyərli dostlar, baxın, məsələn, birinci reaksiyamız, yəni NH4NO3 reaksiyanın üstünə əgər kalium OH gəlsə, burada nə alınacaq? Alınacaq kalium NO3 üzərinə gəlirəm. Nə alındı uşaqlar? NH4OH. Bayaqlar dedik ki, bu maddədə sərbəst qala bilmir. Amonyaka və suya parçalanır. Ona görə buradan amonyak alındı. Dahası, qaz əmələ gətirmə reaksiyası digər reaksiyanın həmçinin ola bilir. Məsələn, deməli, amonium karbonatın üzərinə biz nə gələcək dostlar? Gələcək H-xlor. Buradan nə alınacaq? Alınacaq NH4 xlor ki, bu ağ tüstüdür dostlar. Və alınacaq H2CO3. Dəyərli dostlar, buradan da həmçinin qaz ayrıla bilir. Niyə? Çünki bu H2O-ya və karbon qazına parçalanan maddədir. Deməli, hər iki reaksiyada qaz ayrılması müşahidə olundu. Bu arada, hər iki reaksiyadan amonyak qazı ayrılması fikri o qədər doğru fikirdir. Hər iki reaksiyadan qaz ayrılır desəydi, daha doğru olardı. Dahası, dəyərli dostlar, ammonium duzlarının bəziləri var ki, onlar qızdırılır və parçalanandan sonra təzədən reaksiya əksinə də baş verə bilir.
Yəni, elə parçalayırsınız maddəni, alındı məhsul, məhsul təzədən reaksiya daxil olub əvvəlki maddəyə çevrilə bilir. Və dostlar, bəzi amonium duzları var ki, amma belə olmur. Gəlin belə eləyək. Birincisi, bax bu gördüyünüz turşular ki var, daha doğrusu belə deyim, bu bəzi qazlardan əmələ gələn turşular falanlar ki var idi. Onların bəzi qazların su reaksiyasına əmələ gələn turşular və yaxud da qazların suda həll olmasına əmələ gələn turşular ki var. Biz buna H-flor, H-klor, H-brom, H-yod deyəcəyik, H2S deyəcəyik və yaxud da karbonat turşusu hansı ki karbon qazının su reaksiyasından alınmışdı. Sonra SO2 qazının su reaksiyasından alınan o H2SO3. Bax bu turşular ki var, bunların amoniumdan əmələ gətirdiyi duzlar parçalananda əmələ gələcək nə? Əmələ gələcək amoniak və turşu. Gəlin bunu göstərək sizə. Dəyərli dostlar, birinci reaksiyamızdan alınır amoniak və turşu, yəni H2SO3. Sadəcə o da sərbəst qala bilmir. H2O-ya və CO2-yə parçalanır. Bu arada bir şeyə diqqət edin. Həmçinin bu reaksiyonda eyni şey alınacaq. NH3, H2O, CO2. Uşaqlar yadınızda qalsın ki, amonium hidrokarbonat və amonium karbonatın əmələ gələn məhsulları eynidir. Sonra amonium xlorid parçalanır, əmələ gəlir NH3 və H-xlor. Bu arada yenidən bu reaksiyanın da geri dönüşü də bayaq qeyd edildiğim kimi mümkündür. Amma dostlar, amonium nitrit və amonium nitratsa, həmçinin amonium bixromat. Bunlar parçalanır, geri qayıda bilmirlər. Yəni bu göstərdiyimiz yuxarıda göstərdiyimiz reaksiyanın geri dönüşü də var. Məsələn, NH4-ün H-xlor reaksiyası daxil olanda təzədən NH4 xlor verə bilərlər. Amma bunların aşağıda yazacağım reaksiyanın geri dönüşü mümkün deyil. Birinci reaksiyamızdan N2 və H2O alınırdı. Azot su ilə reaksiya girmir. Ona görə bu reaksiyanın geri dönüşü yoxdur. Və yaxud da ikinci reaksiyamızdan alınır N2O, üstünə gələm H2O ki, dəyərli dostlar, bu reaksiyonda geri dönüşü yoxdur. Niyə? Çünki buradan duz əmələ gətirməyən oksid alınır. Duz əmələ gətirməyən oksidlər də su ilə reaksiya girməzlər. Ona görə bu reaksiyonda geri dönüşü mümkün deyil. Daha sonra aşağıdakı reaksiyadan bayaq qeyd edilmişdi. N2 alınırdı, xrom 2O3 alınırdı və su alınırdı. Dəyərli dostlar, su nə azotla, nə də ki, gördüyünüz bu orta aktivli bir metalın amfoter oksidinin reaksiya daxil olmayacaq. Ona görə də bu reaksiyonda geri dönüşü mümkün deyil. Qısası, aşağıda gördüyünüz bu reaksiyanın geri dönüşü mümkün deyildi. Keçək növbəti məsələmizə, dəyərli dostlar. Bayaq qeyd eləmişdik, baxın, demişdik ki, azot bölməsində nəyi görsəz gübrə kimi istifadə olunurdu. Həmçinin baxın, amonium duzlarında biz gübrə kimi istifadə eləyəcəyik yenə də. Bundan əlavə amonium nitratdan eyni zamanda partlayıcı maddə olan amonal istehsal olunur. Yenə dediyimiz kimi, baxın, kompleks gübrə və partlayıcı istehsal məsələsi. Bayaqlar bir şey demişdik ki, metalların lehimlənməsində istifadə olunurdu. Bu, Azərbaycanda səhvimsə İsmayıllıdadır, misgərlər var ki, onlar misdən qəşəng alətlər düzəldirlər, doğrudan da möhtəşəm sənətkarlardır. Deyək ki, samavar falan düzəldirlər, qazan falan düzəldirlər, çox belə super bir sənətkarlardır. O misgərlərin istifadə etdiyi bir reaksiya var. Kuprum oksid, amonium xlorid reaksiyasına. Diqqət edin dostlar, burada buradan alındı, baxın, mis, azot, kuprum xlorid və su alınır. Ki, bu mis, deyək ki, məsələn, hər hansısa bir qazanda falan da bir dəlik falan var idi. Biz bu reaksiyanı apararaq, əmələ gələn mis gedib oranı tutur öz başına. Qısası, misgərlər bundan istifadə edirlər. Bilmirəm, bunu indi bilə-bilə eləyirlər, yoxsa reaksiyanı bilmirlər, eləyirlər. Amma hər halda bundan istifadə eləyirlər o möhtəşəm insanlar. Daha sonra, gələk amonium duzlar iyonunun təyini məsələsinə. Dəyərli dostlar, amonium iyonunun təyini, deməli, qələvlərin təsirindən birinci xarakterik iyili və lakmus kağızına göyərdən amoniak qazının əmələ gəlməsinə görə təyin olunur. Dostlar, bu nə deməkdir? Bayaq bunu qeyd elədim sizin üçün. NH4 ilə natriumun yerini dəyişsə alınacaq natrium xlorid və NH4OH2 bu maddə də sərbəst qala bilmirdi. Nəyə parçalanırdı? Suya parçalanırdı və amoniaka parçalanırdı. Ki, bu amoniakda, əgər mən deyək ki, bir daha sizin üçün yadınıza salıram, demişdik ki, belə bir qabın içərisində bu reaksiyanı aparsaq, buradan amoniak qazı uçacaq ki, yaş lakmus kağızını burada əgər göstərsək, bu gəlib NH3 qazı bura toxunanda yaş lakmus kağızının təsirindən NH4OH əmələ gətirəcək müvəqqəti olsa və burada göy rəng formalaşacaq. Bundan isə biz təyin edəcəyik onu. Dostlar, azot oksidləri barəsində sizə çox qısa məlumat vermək istəyirəm. Deməli, azot oksidlərindən N2O və NO bunlar qaz halındadır və duz əmələ gətirməyən oksidlərdir. N2O3 isə maye haldadır və nitrit turşusunun anhidrididir.
və duz əmələ gətirən oksiddir artıq. Sonra NO2 qaz halındadır. 2 turşunun birdən nitrit və nitrat turşularının ikisinin bir yerdə anhidrididir. N2O5 isə bu bərk haldadır və sadəcə nitrat turşusunun anhidrididir. Deməli, N2O, NO və NO2 qaz halındadır. N2O3 maye, N2O5 isə bərk halda olan bir maddədir. Dostlar, bunların fiziki özəlliklərinə gəlincə, N2O, sonra NO, deməli, rəngsiz maddələrdir dostlar. Sonra NO2 qonur rəngli bir qazdır. N2O da nədir dostlar? Bu da göy rəngli olan bir maddədir. Dəyərli dostlar, N2O məşhur bir maddədir. Şirin bir qazdır. Buna şənləndirici və yaxud da güldürücü qaz deyirlər. Suda həll olma qabiliyyəti pisdir. Çünki nədir dostlar? Duz əmələ gətirməyən oksid. Duz əmələ gətirməyən oksidlər siz bilirsiniz ki, su ilə reaksiya girmir və yaxud da suda da bərbad həll olurlar. Həmçinin NO-ya da bu şamil olunur. Sonra NO2 deməli zəhərli qaz idi. Suda əla həll olurdu. Həmçinin N2O3 və N2O5 də bunlar da suda həll olan maddələrdirlər. Dəyərli dostlar, bunların reaksiyalarına gəlincə, deməli, N2O və NO duz əmələ gətirməyən oksidlərdir. NO adi şəraitdə havanın oksigenlə oksidləşir və əmələ gətirir NO2. Dostlar, baxın, azot özü adi şəraitdə oksigenlə reaksiya girmir, amma NO adi şəraitdə oksigenlə reaksiya daxil olur. N2O3 dedik ki, turşu anhidrididir və nitrit turşusunun anhidrididir. Yəni, bu reaksiyadan alınacaq HNO2. Bu reaksiya alınacaq. NO2 iki turşunun bir yerdə anhidrididir. Dostlar, bu nə anlama gəlir? Yəni, bunun reaksiyasından hər iki turşunun alınma ehtimalı var. Burada belə bir şey var dostlar. Əgər biz NO2-ni üstünə su gəlib ilıq su ilə reaksiya aparacaqsa, buradan alınacaq HNO2 və HNO3. Yox, əgər bunu qaynar su ilə aparacaqsa, burada HNO3 və NO alınacaq. HNO3 və NO alınacaq. Yox, əgər dostlar NO2-nin üstünə su və oksigen gələcəksə, sadəcə HNO3 alınacaq. NO2-nin həmçinin qələvlərlə və yaxud da duzlarla reaksiyasından da iki növ duz, yəni nitrit və nitratların duzları alınacaq. Yəni, baxın, bu reaksiyaya diqqət edin. Buradan alınacaq natrium NO2, natrium NO3 və su. İkinci reaksiyamızdan da həmçinin, baxın, kalium NO2, kalium NO3 və karbon qazı. Yəni, baxın, iki növ turşunun bir yerdə anhidrid olduğunu göstərdi. Daha sonra N2O5-in deməli reaksiyalarına bir də diqqət et. Deməli demişdik ki, bu turşu oksididir. Turşu oksidi isə deməli su ilə reaksiya daxil olub turşu əmələ gətirəcək. Sadəcə bu nitrat turşusunun anhidrididir. Yəni sadəcə nitrat turşusunu verəcək. HNO3. Baxın, NO2-dən fərqinə baxın. Sadəcə HNO3 verdi. Sonra bunun qələvlərinin reaksiyasından da sadəcə nitrat turşusunun duzu alınacaq. Yəni natrium NO3 və su. Fikir verin, nitrit turşusunun heç bir şey alınmadı. Dəyərli dostlar, diqqətinizə görə təşəkkürlər. İnşallah ki, biz növbəti dərslərimizdə nitrat turşusunun söhbətində görüşənə qədər.